Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər. Hər birinizi videomuzda salamlayırıq. Bugünkü videomuz müsahibə mərhələsi ilə bağlı olacaqdır. Bildiyiniz kimi artıq sertifikasiya imtahanları bitmişdir. Uğur qazanan bütün müəllimləri ürəkdən təbrik edirik. Bundan sonraki mərhələlərdə də uğurlar arzu edirik. Qarşıdan MİQ imtahanları gəlir. MİQ imtahanlarında da hər birinizə uğurlar arzu edirik. İnşallah ki, hər kəs istədiyi nəticəni əldə edər və müəllimlik fəaliyyətində yoluna uğurla davam edər. Müsahibə imtahanları ilə bağlı sizə möhtəşəm bir vəsait təqdim edəcəyik. Hansı ki, evdə oturaraq, öz kitabınızı özünüz vərəqləyərək, oxuyaraq müsahibə imtahanından uğurla keçmək şansı sizə yaratmışıq. İlk dəfə deyil ki, biz bu vəsaiti sizə təqdim edirik. Artıq 5 ildir ki, biz vəsaiti hər il təkmilləşdiririk və sizin ixtiyarınıza buraxırıq. Tərtib etdiyimiz vəsait bizim dilimizdə canlı bir Google, canlı bir Wikipedia adlanır. Niyə? Çünki bu vəsaitdə olmazsa olmaz yoxdur. Vəsaiti istifadə edən bütün müəllimlər fəndən asılı olmayaraq ibtidai sinif müəllimləri və digər bütün fən müəllimləri sertifikasiya və MİQ hər birinə aiddir. Yəni, müəllimlik statusu olan bütün şəxslər imtahanlarını uğurla başa vurduqdan sonra müsahibə mərhələsinə bizim vəsaitlə hazırlaşmışlar və əlbəttə ki də uğur qazanmışlar. Çünki bizim sizə təqdim edəcəyimiz bu vəsaitdə müsahibə imtahanları başlayan ildən bu ilə kimi bütün fən müəllimlərinə hansı müsahibə sualları ünvanlanıbsa, həmin suallar hamısı bir-bir bu vəsaitdə yer alır və cavabları ilə birlikdə yer alır. Biz yəni sual qoyub cavabı sizin ümidinizə buraxmırıq. Sualı qoyuruq və cavabını da sizə təqdim edirik sualın ilə arxasında. Əziz müəllimlər, qeyd etdiyimiz kimi vəsait ilk dəfə deyil sizin qarşınıza çıxardırıq. Vəsaiti tanıyanlar tanıyır ki, vəsaiti alan hər bir müəllim bu vəsait onun stodüstü vəsaitinə çevrilibdir imtahanları uğurla verdikdən sonra. Vəsaitdə 1000-dən çox sual və onun izahı yer alır. Dünyagörüş, psixologiya, kurikulum, pedaqogika, metodika və təkmilləşdirilibdir. Hansı ki, birazdan sizə göstərəcəm vəsaitin arxasında bizim ən yeni suallarımız yer alır. Əziz müəllimlər, vəsaiti əldə etmək üçün Seymur Rəfiyevin özü ilə əlaqə saxlayarsınız. Əlaqə nömrəsini buradan bildirirəm. Birazdan vəsait haqqında məlumatlar verəcəm. 051 644 31 54. Ekranı da yerləşdirəcəm. Əldə edə bilərsiniz istəyənlər. Vəsait haqqında məlumata keçid almaq istəyirəm. Vəsaitin İlk açanda bizi dünyagörüş sualları qarşılayır. Bildiyiniz kimi sertifikasiya mərhələsində əsasən dünyagörüş üstünlük verilmir o qədər də. Amma istənilən halda bəzi dünyagörüş sualları vardır ki, onları hər bir azərbaycanlı bilməlidir. İkinci Qarabağ müharibəsi haqqında bütün məlumatlar vəsaitdə yer alır. Şəhidlərimiz, milli qəhrəmanlarımız, işğaldan azad olunmuş torpaqların tarixləri, yeni imzalanmış müqavilələr və eyni zamanda şəhidlərimizin haqqında ətraflı məlumatlar yer alır. Deməli, UNESCO, İSESCO, UNICEF bunlar hansı işləri görüblər, hamısı haqqında yer alır. Nazirliklər haqqında ətraflı məlumatlar var. Yəni, mən gördüyünüz kimi vərəq getmirəm, atıram. Çünki bu sualları hamısını bildirmək çox zaman alar. Bunu alanlar özü oxuyacaq, hər bir şey məlumatları olacaq. Azərbaycan Respublikasının coğrafiyası haqqında ətraflı məlumatlar var. Bayramlarımız, əlamətdar günlərimiz haqqında məlumatlarımız yer alır. Məntiqi suallar var, hansı ki, çaşdırıcı suallar verilib bu vaxta qədər müsahibə imtahanlarında. Həmin çaşdırıcı sualların ideal cavabları yer alır. Gördüyünüz kimi, atıram məsələn, sual verilir. Azərbaycan musiqiçi müğənnilərindən kimləri tanıyırsınız? Sualdır və cavabı da arxasında. Yəni, cavabsız sual burada mümkün deyil, yoxdur. Hər biri özdə hər kəsin başa düşəcəyi bir səviyyədə izah olunubdur ki,
oxuyan bunu başa düşsün. Gedib kiməsə göstərib izaha ehtiyac qalmasın. Biz ona görə bu vəsaiti yaratmışıq ki, hazırlıqlara, yəni müsahibə üçün əlavə pul ödəyib hazırlıqlara qoşulmağa ehtiyacınız yoxdur. Vəsaiti alıb özünüz evdə oxuyub imtahanı uğurla, yüksək balla, tam balla belə deyək də uğurla başa vura bilərsiniz. Və növbəti videolarımızda müsahibə imtahanında necə danışmaq lazımdır, özünüzü necə təqdim etmək lazımdır, hansı suallara daha çox üstünlük verməlisiniz barədə məlumatlar gələcək. Videonu daha çox bəyənin, daha çox bizə yazın ki, növbəti videomda çəkək və siz də yararlanasınız. Məsələn, ədəbiyyatımız, banilərimiz, idman olan bütün suallar yer alır burada. Yəni ümumi olaraq baxın, dünya görüşdən bizdə 454 dənə sual var. Hansı ki bu vaxta qədər müsahibə imtahanında bu suallar verilibdir və verilə bilər. Verilib və verilə bilər. Diqqətli olaq burada. Daha sonra gəlir psixologiya sualları. Psixoloji suallarımız çox möhtəşəmdir. Yeniliklərimiz var psixoloji suallar barədə. Hansı ki, son ildə psixoloji suallardan hansı yeniliklər olubsa, hamısı burada yer alır. Ən çox bullyinglər, temperament tipləri, şagird-müəllim münasibətləri, müəllim-valideyn münasibətləri necə olmalıdır? Yəni ki, alanlar oxuyacaq, biləcək, söhbət nədən gedir. Baxın, artıq burada bizim yeni müsahibə suallarımız var. Görürsünüz ki, 206-dan sonra yenilər başlayıbdır. Hansı ki, 70 dənə ən son ildə olan suallardır. Kurikuluma gəlib çıxdıq. Kurikulum bildiyiniz kimi MİQ sertifikasiya imtahanında düşən kurikulumdan biraz fərqli olur müsahibə imtahanının kurikulumu. Yəni fərqli necə olur, hansı tipdə olur, hamısı vəsaitdə var. Yəni bəzi suallar var ki, ancaq MİQ-də sertifikasiyada daha çox onun üzərinə düşülür. Bəziləri var ki, müsahibədə onun üzərinə düşülür və hər biri də burada var. Və gəldik, çatdıq ən əsas məsələyə. Hər ixtisas üzrə müsahibə sualları. Bu nədir? Bu çox möhtəşəm bir şeydir. Azərbaycanda ilk yeniliyi biz kitabda bunu etmişik. Hər bir ixtisas üzrə sizə ünvanlanacaq suallar var burada. İxtisaslarımız Azərbaycan dilidir, xarici dildir, fiziki tərbiyədir, informatikadır, texnologiya, musiqi, təsvir sənət, ibtidai sinif, riyaziyyat, biologiya, coğrafiya, ümumi tarix, Azərbaycan tarixi, kimya, fizika. Baxın, əziz bu fən müəllimləri, bu suallar hamısı sizə ünvanlana bilər. Nümunə göstərirəm kimyadan. Sualımız budur. Kimya müəllimi olaraq şagirdlərdə məsuliyyət və ətraf mühitə qayğı hissini necə formalaşdırırsan? Cavab da öz ünvanında yer alıbdır. Yəni ki, əziz müəllimlər, hər bir ixtisas müəlliminə müsahibə mərhələsində öz ixtisası üzrə psixoloji suallar verilə bilər. Bunun anlamı budur. Biz bu vəsaitdə həmin sualları toplamışıq, sizin üçün təhvil veririk sizə. Son illərdə müsahibə imtahanında ən çox verilən suallarda ayrıca yerləşdirilmişik sizin üçün, dəyərli müəllimlər. Vəsaiti almaq üçün 051 644 31 54 Seymur müəllimin özünə yazaraq götürə bilərsiniz vəsaiti. Heç bir yerdə satışda yoxdur mağazalarda. Ünvanınıza qədər postla göndərilir. Yəni əlaqə nömrəsi yazırsınız və məlumatlarınızı qeyd edirsiniz və post ilə qapınıza qədər göndərilir. Həftənin bütün günləri postla sizə göndərilə bilər. İstəyənlər də gəlib ünvanından götürə bilərlər. Əziz müəllimlər, növbəti videolar üçün mütləq izləmədə qalın.